Dəfnə yarpağın hər gün dəmlə iç, min bir dərdin dərmanıdır. İnan ki, bunu sənə heç kim deməyəcək. Videonu kayd et ki, yadından çıxmasın. Ekrandakı ürək qızart və profilin üzərindəki plus işarəsinə toxun. Deməli, nə edirsən? Götürürsən 8 ədəd dəfnə yarpağın yanı, lavrolisin yarpağın üstünə 400 ml su tökürsən, 20 dəqiqə dəmlədirsən. Gündə 2 dəfə, səhər axşam 1 stəkan içirsən. Nə olur? Orqanizmdə olan soyuq dəyməni götürür. Mədə bağırsağın işini rahatlaşdırır. Əzələlərdə olan gərginliyi, ağrını azaldır. Oynaq ağrıların kəsir. Sidik yollarında, börəklərdə olan soyuq dəyməni götürür. Sistitə son qoyur. Prostatın fəaliyyətini yaxşılaşdırır. Artıq çəkini azaldır, arıqlamağa kömək edir. Bu videonu sevdiyin insanlarla paylaş ki, dəfnə yarpağının faydalarından hər kəs məlumatlana bilsin. Və məni takip et ki, sağlamlığının qeydinə qalan Əzzaçın Baloğlanla hər zaman sağlam qalasan.